monoteist dinlərdə və bir çox inanclarda qiyamət günü anlayışı mövcuddur. İnanca görə dünyanın sonu gəldikdə bütün ölülər dirilərək məhşər meydanında toplanacaq. Həzrəti Məhəmmədin sözlərinə əsasən qiyamət yaxınlaşarkən zamanın sürətlənməsi, zinanın artması və ateizmin çoxalması kimi hallar baş verəcək. Bu səbəbdən bir çox insanlar dünyanın sonunun yaxınlaşdığını iddia edir. Bölgə TV xəbər verir ki, publikada danışan tanınmış ekstrasens Zirəddin Rzayev bildirib ki, dünyada baş verən qanlı hadisələr, təbii fəlakətlər və mənəvi dəyərlərin aşılması qiyamətin yaxınlaşdığını göstərir. Onun sözlərinə görə, Moldovada məktəblərdə LGBT dərslərinin keçirilməsi kimi qərarlarda bu prosesin tərkib hissəsidir və harmoniyanın pozulmasının göstəricisidir. Zirəddin Rzayev deyib ki, təbii fəlakətlərin, zəlzələlərin və digər kataklizmlərin artması Allahın qəzəbinin təzahürüdür. Qiyamət artıq yaxınlaşır və bir göz qırpımında dünya məhv olacaq. Yaşadığımız bu cənnət kimi dünyada bir anda cəhənnəmə çevriləcək. Mən insanları qorxutmaq istəmirəm, amma bu qaçınılmaz həqiqətdir. Rəna Rövşən qızı, BTV.